Salam, xoş gördük sizləri. Bugün biz uşağın həyatındakı ən önəmli üç qüvvədən, müəllim, valideyn və bilik üçbucağından danışacağıq. Bu məsələyə öz fəlsəfi baxışları ilə xüsusi bir yanaşma gətirmək üçün qonağımız fəlsəfə doktoru, filosof Müşfiq Ötkündür. Xoş gəlmisiniz. Hoş gördük. Müşfiq müəllim, ümumiyyətlə uşağın məninin yaranmağında, formalaşmasında valideyn, müəllim və bilik üçbucağının tarazlığı mühümdürmü? Aydındır da ki, o biliklər uşağa ilk öncə valideyni vasitəsilə gəlir, o kiçik bir mühitdir. Uşaq ananın qarnından çıxır dünyaya, ailə onun üçün ikinci qarnı təmsil edir. Yəni, hələ təhlükə yoxdur, ailənin içidir, yad bir adamlar yoxdur və o doğma mühitdə o dünya ilə tanış olmağa başlayır. Bu, ən belə tədrici keçid üçün yaradılmış bir şeydir. Ailə tam da o vəhşi dünyanı təmsil eləmir, o amansız dünyanı təmsil eləmir. Ailə bir ana rəhminin başqa bir formasıdır. Sonra gedir məktəbə və orada artıq yeni mühitlərlə rastlaşır və o biraz şok olur onun üçün məktəb. Ağlaya-ağlaya gəlirlər birinci sinif adətən uşaqlar. Anasının qucağından çıxıb gedir ora və yeni bir dünya ilə tanış olur. Burada artıq onun istəmədiyi sinif yoldaşları da ola bilər. Məktəbə gedəndə cürbəcür macəra ilə rastlaşa bilər. Müəllimlər çoxdur, fərqlidir. Biri onu istəyə bilər, biri istəməyə bilər. Bir mürəkkəb bir kompleksə düşür, stresli bir gedişata düşür uşaq. Amma burada da yenə bilik almaqda davam edir. Burada da yenə ona mərhəmət göstərilir hər halda. Burada da onu dünya ilə tanış edirlər, dünyaya hazırlayırlar. Əgər bu üçbucağın hər hansısa bir tərəfi biraz geridə qalsa, digər tərəflər hesabına biz o geridə qalan tərəfi tamamlaya bilirikmi? Məsələn, bir uşaq valideynindən kifayət qədər diqqət görmürsə, müəllim və bilik onu tarazlaya bilərmi və yaxud da ki, digər tərəflərdən? Başa düşürəm. Sizin baxışınız bir maarifçi baxışıdır. Sualın özündən bu elə gəlir. Siz günahkar axtarırsınız. Mənim baxışım şərq fəlsəfəsindəndir. Mən günahkar axtarmıram, qanun uyğunluq axtarıram. Məsələn, hansısa uşağa diqqət azdısa, demək ona az diqqət lazımdır. Çox diqqətdən qudurar. Və ya hansısa bir uşaqda evdə bilik yoxdursa, bu onun üçün ən gözəl bir fondur ki, çıxıb məktəbdə bir bilikli adam görsə, ondan möhkəm yapışsın. Bütün problem onda deyil ki, biz biliyi qaşıqda uşağın ağzına soxaq. Bəzi analar var, zorla uşaq yetişdirirlər. Evet. Tamamilə yanlış bir şeydir. Müəllimlər də bilik baxımından belə davranırlar uşaqlara qarşı bəzən. Yəni bizim pedaqogikada özünü qoyub o yerə. O anaya ki, bu uşaqda problem var, buna bu hansısa biliyi zorla soxaq ağzına. Maarifçilik də həmən o anadır. Zorla insanları savadlandırıb dünyanı yaxşılaşdırmaq istədilər. Bilirsinizmi? Mən Tolstoyun fanatı olmuşam. Bir 10 ilə yaxın Tolstoy oxumuşam. Tolstoy böyük maarifçi idi. Məktəblər açırdı kəndlərdə, kitabxanalar açırdı. O belə fikirləşirdi ki, mən artıq tərəddüd içindəyəm. Uşaqları zorla məktəbə gətirmək yaxşı şeydirmi, yoxsa pis şeydirmi? Məsələn, məcburi təhsil var da bizdə. Bəli. Zorla təhsil var. Bütün dünyada bunu eləyirlər, tələb eləyirlər. Əsrlərlə olmayıb belə. Və o vaxtlarda böyük alimlər çıxırdı, böyük mütəfəkkirlər çıxırdı. İndi biz məcburi təhsil eləyəndən sonra son məsələn 100 ildə, 200 ildə daha çoxmu mütəfəkkir verdik? Daha çoxmu böyük idrak sahibi verdik? Yox. Meymun idilər, ağılsız meymunlar, indi onlar savadlı meymunlar oldular. İnsanların çoxsu bu gündədir. Dünən cəhaləti zümzümə eləyirdilər ağızlarında. Bugün güya ki, elmi fikirləri zümzümə eləyirlər. Ağıl isə yoxdur. Diogen adlı bir filosof olub, bilməm eşitmisiniz ya yox. Günün günorta çağı
Əlində çıraq bazarda gəzirmiş. Soruşurlar, deyək ki, nə axtarsan? Deyirdi, insan axtarıram. İndi eynən Diogen kimi əlində çıraq, savad almış, məktəb bitirmiş adamlar içində gəzginən görüm neçə həqiqətən düşünən adam taparsın. Eynən 3 əsr əvvəl nə qədərdirsə onların sayı, indi də o qədərdir. Savad heç nəyi dəyişmir. Mahiyyətcə heç nəyi dəyişmir. Ona görə hansısa bir uşağın həyatında, ailəsində tutalım ki, biliksizlik varsa, buradan gedir məktəbdə biliklə rastlaşırsa, Allah onu qəsdən belə eləyib onun üçün ki, biliyi görəndə tuta biləcəkmi, dəyərləndirə biləcəkmi? Axmaq adamdırsa, onun təbiəti axmaqdırsa, sən ona zorla qaşıqda bilik versən də o onu yeməyəcək. Və ya özünü yemiş kimi göstərəcək. Ki, məsələn, Kamal atistatı veririk də, adı da belə Kamal atistatı bizim xalqda belə yayılıbdır. Nə qədər Kamallı adam görmüsünüz siz həyatda. Adam professor belə olur, Kamal yoxdur. Müəllim, bəs uşaq 6 yaşında, o necə onun fərqində ola bilər ki, o məktəbə getmək istəsin və yaxud da ki, istəməsin? Biz ümumiyyətlə bu yaşdakı uşaqların davranış və duyğularına etibar eləyərək addım atmalıyıqmı valideyn və yaxud da ki, müəllim olaraq? Yox, təbii ki, uşaq üçün yaxşı nədir? Bunu böyüklər bilirlər və bu belə də olmalıdır. Amma böyüklərin də ağlını çalırlar. Böyüklər də bilmir nə etmək lazımdır. Onlara da təlqin edirlər ki, bu belə yaxşıdır. Mən müəllim kimi də, özdə bir 40 ilin müəllimi kimi baxıb görürəm ki, düşünən uşaqlar çox azdır. Əlaçılar içində belə ağıllı adamı çıraqla axtarmaq lazımdır. Əzbərləyib tutuquşu olub, əlaçı olmağın bütün texniki şərtlərinə nail olubdur. Gözünə baxırsan, ağıl yoxdur. Yəni, biz fiyaskoya uğramışıq, başa düşürsünüz. Biz ağıllı insan yetirə bilmirik təhsilimizlə. Ona görə təhsillə bağlı mən o qədər də belə entuziastik deyiləm də. Siz məsələn pedaqogika elmini təmsil edirsiniz, suallarınızdan da istədim ki, orada bir altyapıda entuziazm var. Mən düşünürəm ki, insan özü, fərdi, ruhani çaba göstərməlidir biliyə çatması üçün. Bəs düşünmə bilik vasitəsilə öyrədilən bir şeydirmi? Bir düşünmə qabiliyyəti, bacarığı bilikləndikcə artır, inkişaf eləyirmi? Çünki bəzi biliksiz, ümumiyyətlə hər hansısa bir kənddə məktəbə çıxışı olmayan, dünyadan daha az xəbərsiz insanların belə çox dərin düşüncələrinin olduğunu biz görürük. Demək ki, bunun bir-biri ilə əlaqəsi var, yoxsa yox? Bilik nə düşünürsünüz? Yaxşı şeydir. Qədim Şərqdə bilik kitabları vardı, müqəddəs kitablar vardı. Tövrat vardı, Zəbur vardı, İncil vardı, Avesta vardı, Quran vardı, Vedalar vardı. Və bu kitabları çeşidli olaraq elm öyrənənlər oxuyurdular təkrar hər gün. Orada onlara təqdim olunan biliklər, ki, indiki maarifçilik biraz üstdən aşağı baxır bu şeylərə. Oradakı ekzistensial dərinlik bəzən belə emosional hadisələri təsvir edir. Hansısa müdrik adamın həyatından falan. Amma oradakı o dastani şəkildə verilən bilik sənin içindəki dərinliyi dəstəkləyir daima. Və insan qədimdə bunu bilirdi ki, təkrar üzərindən insan içindəki o fərqindəlik şuurunu, o təfəkkür şuurunu oyaq saxlamalıdır. Amma bir də var ki, tutalım siz uşağa informasiya verirsiniz. Dənizlər belə, o birisi belə, materiklər elə, nə bilim fizika elə. O da bütün bunları öyrənir, cavab verir. Amma o dərinlik baş tutmaya da bilər. Burada hər şey müəllimdən asılıdır. Müəllim özü oyaqdırmı? Müəllim özü, bilik insanı oyatmaq üçün vasitələrdən birisidir. Əsas vasitə deyil. Amma çox gözəl vasitələrdən birisidir. Amma o biliyi əzbərlətmək, öyrətmək, oyatmaq yolu olmur. Quranda bir ayə var, dində zor yoxdur, bilikdə də zor yoxdur.
Bu çox çətin bir prosesdir. İnsanı biliyə aşiq eləmək, bilikdən oyanış yaratmaq onun qəlbində. Bəs müəllim, biz burada nəzarət və azadlıq məsələsi çıxır da ön plana. Biz müəllim və yaxud da ki, valideyn olaraq uşaq qarşısında bu sərhəddi necə çəkək ki, onlar biliyə çatma azadlığı da olsun, həm də bilikdən uzaq düşməmək üçün bizim onlara nəzarətimiz olsun. Bunun üçün, bu sərhəddi çəkə bilmək üçün də valideynin özünün o düşünmə, dərin düşünməsi olmağı lazımdır. Hətta indi biz də o qədər valideyn tapa bilmərik. Biz heç o qədər ağıllı müəllim tapa bilmirik. Biz məsələn pedaqoji institutlarda müəllim yetişdiririk. Hər 100 müəllimdən ikisi həqiqətən müəllim olacaq. 98 nəfər sadəcə yox, boşluq doldurur. O həqiqi müəllimlərin bir neçə xüsusiyyətini deyə bilərsiniz. Deyə bilərəm. Onlar şair kimidirlər. Onlar Ruslan bir söz var, ştuçnıdırlar. Ədəd-ədəddilər onlar. Onları kütləvi tirajlamaq mümkün deyil. Onların ən əsas xüsusiyyəti odur ki, onların ürəyi ilə ağlı arasında ciddi bir rabitə vardır. Və o rabitəni onlar qoruyarlar. O biri adamlarda isə ağıl olar götürür aparır, ya da ürək götürür aparır. Bunlarda ürəklə ağlın ciddi bir rabitəsi olar. Balansı. Və onlar bilikdən çox, bilik vasitəsilə fərqindəliyi oyadarlar. Çünki fərqindəlik kimdəsə çiçəklənirsə, şuur da deyirlər ona da, o adam ayılır və gerçək olana doğru gedir. Yəni ki, biz buna həqiqət deyirik. Məsələn, fərqindəliyi olmayan adama bilik vermək, meymunun əlinə avtomat vermək kimi bir şeydir. Hərdən videolar olur, elə meymunlar əlində avtomatla belə vururlar, ətrafında güllələyirlər. Təxminən belə gülməli bir şey. Bəs o dediyiniz bacarıqlar öyrədilə biləndir? Öyrənilə biləndir? Dediyimiz bacarıqlar öyrənilməsi üçün adamda qabiliyyət lazımdır. Bax, mən sizə bir şey söyləyeyim. Bizim bəzi universitetlər var ki, ora qabiliyyət imtahanı ilə daxil olunur da. Məsələn, musiqiyə, rəssamlığa. Və mənim karyeramda ən maraqlı illər mən Rəssamlıq Akademiyasında dərs dediyim 3 il oldu. Mən ilk dəfə istedadlı adamlara dərs dedim. Ona qədər bir 20 il hardasa adi TDK ilə girmiş tələbələrə dərs demişəm. Onların da içində istedadlı adamlar olur, amma az. Bu auditoriya biraz da baxdım, burada qəlblər üstündə möhürü var bu qəlblərin. Yaxşı mənada. Kalitəli, keyfiyyətli qəlblər idi. Onlara dərs deyəndə ilk dəfə başa düşdüm ki, mən bu vaxta kimi səhralıqda dərs demişəmmiş. Lazımdır ki, müəllimlik üçün də qabiliyyət imtahanı olsun. Mühəndislik üçün də qabiliyyət imtahanı olsun. Hər şeyin qabiliyyətlisini seçmək lazımdır. O zaman biz təbii ki, bu qədər sürü mütəxəssis tapa bilməyəcəyik də. Amma o qabiliyyətli insanlar həyatı gözəlləşdirə bilərlər. Adamlara elə gəlir ki, bunun rəssamlıq qabiliyyəti yoxdursa, musiqi qabiliyyəti yoxsa, bundan qoyaq müəllim olsun. Qabiliyyətsiz adamdır. 5 il oxuyur, sonra olur müəllim. Kimə lazımdır o? Yəni, dərs demək, şeir demək qədər önəmli deyil. Dərs demək, bir nəğmə bəstələmək kimi olmalı deyil. Olmalıdır. Əks təqdirdə sən şagirdlərin ürəyinə toxuna bilməyəcəksən. Yaradıcılıq olmalıdır əvvəldən axıra qədər. İlk dəqiqəsindən dərsin son dəqiqəsinə qədər. Ona görə qabiliyyətli adamları biz seçməliyik. Burada isə ştampovka gedir də. Belə qəlibdən çıxarırlar. O, İngilislərin bir məşhur mahnısı vardı. Divardakı daha başqa bir kərpic. Bir dənə də kərpic istehsallayıb buraxırlar. Bu səbəbdəndirmi ki, biz fərqlilikdən biraz ehtiyat edirik, müəllim? Fərqlilikdən? Yəni, siz dediyiniz eyni insanların yetişməsidir də təhlükəli olan, düzdürmü? Və biz bu eyniliyə o qədər öyrəşmişik ki, fərqli bir müəllim, fərqli bir həkim görəndə onu qəbul eləyə bilmirik.
Heç belə halla qarşılaşmısınız? Məsələn, deyək ki, universitetdə bir neçə müəllim həmkarınız var. Onlardan biri biraz daha fərqlidir, daha yaradıcıdır, daha başqa yeni, fərqli işlər görməyi Nəsə bir sevir. şey deyim, qabiliyyətli adam Buddanın ifadəsi ilə desəm, kəhər at axsaq yabıdan necə fərqlənirsə, eləcə fərqlənir. Həmən şagirdlər, tələbələr də başa düşürlər ki, bu kimdir? Elə müəllimlər də başa düşürlər. Amma sadəcə olaraq yeri tərs düşmüş adamlara bu adamı görəndə sərf eləmir. Başa düşür ki, o gəlib ki, bunların sıfır olduğunu onlara göstərsin. Onlar hər dəfə onu görəndə, onu eşidəndə başa düşürlər ki, özləri yerlərində deyirlər. Ömürləri də alınmayıb. Bəlkə elmi dərəcələri var falan, amma puçdur. Bütün nailiyyətləri puçdur. O puçluğu o adam deyir onlara. O adamın mövcudluğu deyir. Hə, onlar hirslənə bilirlər. Bacarırlarsa, həmin o istedadlı adama əngəl törətməyə çalışarlar, ona qarşı çıxarlar, yıxılmağına kömək eləyərlər, şərait varsa. Belə bir dramalar cəmiyyətdə həmişə baş verir. Amma yəni Çexov məsələn qılaflı adamı təsvirləyəndə elə bir istedadlı adam məktəbə gəlir, Kovalenko və bu məktəbdəki problemi göstərir. Bu Belikovun reaksiyasını falan. Yəni qılaflı adamlar, qılafsız adam görəndə təbii ki bir dəstələşirlər, onu yadırğamağa çalışırlar. Var belə bir effekt. Amma biz sözü uyğun deyil də, yəni yaxşılar da sevirlər onu, çox yaxşı müəllimlər olur olan içində, onlar deyirlər, nə yaxşı sən gəldin, çıxdın və s. Belə olur. Müəllim, bilik sevgi ilə öyrədiləndə daha qalıcı olur, çoxmu romantik bir ifadədir? Sevgi ilə öyrədiləndə, indi bu sevgini biz satmırlar hardasa kilo alaq, müəllimlərimizə verək, ala bu sevgi ilə, eləginə. O sevgi onun ürəyinin içində bitməlidir. Bunun texnikasını biz bilmirik. Yəni bu biliyə aşiq olmaq. Yaxşı müəllim, bayaq sual verdiniz, müəllim, yaxşı müəllimin əlaməti. Yaxşı müəllim informasiya ötürmür, eşq götürür. Özünün biliyə olan aşiqliyi ilə bölüşür. İnformasiya ilə bölüşmür. İnformasiya ilə sizlə internet resurslarda bölüşə bilər. Müəllim sənin ürəyinə toxunmaq üçündür, biliklə toxunmaq üçündür. Bu çox incə bir sənətdir. Bəs bəzən uşaqlarımız ya elə müəllimlə, ya da elə valideynlə qarşılaşa bilmirlər. O qədər şanslı olmurlar da, belə deyim. Başdakı suala gəlirəm. O da maarifçiliyin sualıdır. Deyim, şərqin bir çox müdrikləri bu fikri ifadə ediblər. Şagird hazır olunca müəllim həmən yanındadır. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Mən hər hansı bir səviyyəyə çatanda həmişə öyrənəcəyim adamı yanımda gördüm. Allah mənə verdi o adamları. İstəyirdim deyəm ki, deyəsən Harvardda oxuyan tələbə məndən daha şanslıdır. Allah elə bir müdrik adamlar çıxartdı qabağıma ki, öyrən. Buranın Harvarddan heç bir fərqi yoxdur. Allah dünyanın hər yerinə çox böyük sevgi ilə yanaşır. Və bilik adamları da bu məmləkətdə də varlar. Elə çox deyirlər. Bəlkə bir 2 əlin barmaq sayısı qədərdir, amma varlar. Və onları da Allah işlədir, yetişmiş tələbəyə göstərir. Yetişməmiş tələbəyə sən Peyğəmbəri belə göstərsən, onu tanımayacaq. Deyəcək, bu kimdir, özü bazara gedir, bundan müdrik adam olar. Götürməyəcək onu. Tələbə götürmək qabiliyyətinə çatınca kainat elə qurulubdur. Allah ona müəllim göndərir və səviyyəsində müəllim göndərir. Bu bütün kitablarda yazılır. Və onda bu da doğrudurmu ki, uşaqlar öz valideynlərini seçə bilmirlər? Bəli. Bəlkə də seçiblər. Yaxşı, onda gəl digər aspektdən baxaq. Valideynlər öz uşaqlarını seçə bilmirlər? Bilirsinizmi, bu uşaqları da, onların xarakterlərini də, bir söz var ya, Allah ürəyincə versin.
Allah hər kəsin ürəyindəki proseslərə müvafiq verir. Bəzən dəyişdirir, əgər o ürəkdəkilər dəyişirsə. Amma valideyni də, uşağı da Allah insana onun ürəyindəki duruma görə. Məsələn, bir xörək var ki, o 5 dəqiqəyə bişir. Elə xörək var 5 saata bişir. Qəlblər də belədir. Uzun müddət bişməli olan qəlbə çox çətin valideynlər göndərir Allah. Onlar lütfdür. Və Allaha asilik üçün bir səbəbdir bu çətinlikləri insanlar analiz edəndə. Mən şanssızam. Yer üzündə şanssız heç kim yoxdur. Hər şey şansdır. Çətinliyimiz də şansdır. Sadəcə olaraq biz öz taleyimizə baxa bilmirik, ürəyimizə baxa bilmirik. Bu həyat bizim yetişməmiz üçün, bişməmiz üçün olan bir dekorasiyadır. Daima da dəyişməkdədir. Belə bir studiya təsəvvürləyin. Daima dəyişir. Sizin yolunuzun aşaması, mərhələsi dəyişdikcə. Müəllim, bəs belə bir ifadə var, o ifadəyə fikriniz mənim üçün maraqlıdır. Deyir, əgər yerində məmnun deyilsənsə, yerini dəyiş, çünki sən bir ağac deyilsən. Düz. Amma sizin dediklərinizdən bəlkə də mən səhv edirəm, amma bu qənaətə gəldim ki, əgər bir çətinliyin içindəsənsə, bu çətinlik sənin müəyyən mənada bişməyin üçün, həyata daha hazır olmağın üçün nəzərdə tutulub, oradan qaçmağın səni sadəcə öyrənməkdən geri sala bilər. Bəli. Bu iki ifadə təzad təşkil eləyir, iki fikir. Təzadlıq var burada, zahiri bir təzadlıqdır. Amma həyat belə zahiri məntiqlə də yaşanılan bir yer deyil də. İndi hələ şükür Allaha bir alim çıxdı, dedi ki, qeyri-səlis məntiq də var. Elə deyilmi? Azərbaycanlı olub özdə. Bizlərdən çıxar belə şeylər. Və həyat bəsit məntiqlə yaşanılan bir şey deyil. Orada ən azı bir dialektik məntiq var. Çox dərəcədə vətənini, qoyulduğun yeri dəyişməyəsən gərək. Çox dərəcədə orada dərsləri öyrənəsən, bişirəsən, anlayasan. Yetişəndən sonra görsən ki, məsələn, bu yerdə dürüst işləyə bilmirsən, dürüst işləyə biləcəyin yerə get. O artıq əxlaqi seçimdir. Bunu məsələn, Quran da deyir, bunu ondan əvvəl Konfutsi da deyirdi. Quran deyir ki, Allahın dünyası gen deyilmi? Məsələn, elə adam var ki, pis işləyir, rüşvət alır, eybəcər texnologiya ilə işləyir. Deyir, nə qayrı, məcburam. Məndən belə tələb edirlər. Və özünü soxur günaha. Bu ilə da özünə haqq qazandırır. Məcbur deyilsən, Allahın dünyası gendir. İmtina elə o çörəkdən. İmtina ilə Allah da görsün ki, sənin üçün önəmli olan nədir? Amma ölkə dəyişməklə taleyi dəyişmək mümkün deyil. Sənin səviyyən sənin arxasınca quyruq kimi gələcək o bir ölkəyə də. Miqrantların həyatına baxın, çox ciddi incələyin. Ümumiyyətlə, ayrıca bir tədqiqat mövzusudur. Miqrantların həyatının incələnməsi. Çoxmu xoşbaxtlıq tapan olubdur immiqrasiyada? Əgər bir balaca onların vicdanı varsa, onlar vətənsizlik xiffətində çox üzülürlər. Ancaq heyvan səviyyəsində olan adam vətənsiz yaşaya bilər. İnsan ilkin yerləri ilə, torpağı ilə olan bağlılığını unudub və dili ilə bağlılığını, öz mədəniyyəti ilə olan bağlılığını unudub insani həyat yaşaya bilməz. Bəs o vətən sevgisi uşaqlara bilik vasitəsilə mi ötürülməlidir? Biz tədbirlər keçirdirik, uşaqlara şeirlər öyrədirik. O şeir də bilikdir də. Elə öyrədilir, Ürəyin yoxsa biliyidir. davranışlarla, məsələn, o uşaq görür ki, onun atası vətən uğrunda necə çarpışır, çalışır, görür ki, müəllimi vətən uğrunda nələr eləyir. Belə daha yüksək səviyyəli öyrənmə baş tutur. İndi bilirsinizmi, həyat elə qurulub ki, bilən adam üçün. Başdan ayağa bilik yağışıdır. Hər yerdən bilik gəlir. Elə belə əllərini açsan bilik töküləcək əlinə. Hər situasiyada. Hətta inanırsınız,
hərdən olur ki, sevmədiyim bir durumlara düşürəm. Bir gün, 2 gün, 3 gün sevmədiyim bir mühitdə, sevmədiyim bir işi görməli oluram. Da. O 2-3 gündə o qədər möhtəşəm bilik gəlir ki mənə. O qədər önəmli şeyləri dərk edirəm ki. Bilik bizim həyatımızın hər anındadır. Yetər ki, o biliyə açıq qəlb olsun. Biz məktəblərdə müəllimlər olaraq ən çox ona odaqlanmışıq ki, biz bilik verək. Bildiklərimizi Verir. ötürək. Hadi verirsən tökülür axı. İsa Peyğəmbər məsəl üçün belə bir söz işlətmişdi məşhur. Donuz qarşısında mirvari səpələmə. Görə baxasan, kimə verirsən? Bunun qabı var o qədər tökməyə ona. O qədər bilik tökməyə. Daşıb töküləcək bayra. Və ya onun qabı boşdur. Bir dəfə bir professor gəlir Zen ustadının yanına Yaponiyaya. Ki ondan bilik öyrənsin də, bu Zen nədir? Adam da professordur. Ustadlar da çox ağıllı adamlardır. Bu ağzını açandan, üzündən, gözündən bilir ki, bu adamın səviyyəsi hardadır. Gəlir, deyir, gəl keç ona, başlayır ona qəhvə tökməyə. Qəhvə süzür və çay dolur, başlayır daşmağa. Ustad dayandırmır əlini. Professor birdən qışqırır, sən nə edirsən? Qəhvə artıq yerə tökülür. O çaya sən ondan artıq tökə bilməzsən. Müəllim qoyur yerə qəfədanı və deyir ki, sən də mənim yanıma belə gəlmisən. Sən dop dolusan biliklərindən. Sənin öyrənmə imkanın yoxdur. Gəlmisən ki, məndən bilik öyrənəsən. Mən sənə nə desəm, ora getməyəcək. Mən görmürəmmi? Ona görə həqiqi bilik adamı bilir kimdən danışmaq lazımdır. O, öyrənmə istəməyənə və ya öyrənmə kapasitəsi olmayana bilik öyrətməz. Mənim üçün də mən bir müəllim obrazından çıxış eləyərək deyirəm ki, çətinlik bizdə nədə yaranır? Uşaqlar bizim yanımıza gələndə müəyyən mənada dolu gəlirlər. Biliklərlə, sizin o bayaq dediyiniz biliklərlə dolu gəlirlər. Valideynlərindən, atalarından, analarından öyrəndiyi biliklərlə gəlirlər. Biz o bilik boşaltmaq imkanımız çox çətindir. Biz onları müəyyən mənada yer dəyişməklə necəsə doldurmağa çalışırıq. Toplananların yerini nə qədər dəyişirsən, cəm dəyişmir. Bəs neyniyək müəllim? Deyək ki, bir uşağımızın biliyə yatqınlığı yoxdur. Onu məktəbdən çıxardaq göndərək, deyək ki, sən oxuma. Orada gəzsin də, ona belə başqa rəngdə bir diplom versinlər ki, bu 10 il sosiallaşdı burada. Bəs valideynlər axı gözlənti içindədir, istəyirlər onların da övladları universitetə qəbul olsun. Elə Allah da ona elə uşaq verib ki, o gözləntisinin burnunu qırsın. Bir sakit olsun, hər şeyi də gözləmək olmur. Həyat gözlənti pəncərəsindən qavranılan bir şey deyil. Sən bir şey gözləyirsən, başqa bir şey olur. Ümid edirsən ki, bu belədir, amma həyat başqadır. Həyata baxmaq lazımdır. Gözlənti içində olmaq lazım deyil. Və gözləntilər adamı kör eləyir, bilirsinizmi? Gözlənti ona gətirib çıxarır ki, adam həyatı görmür, ona sevinmir. Məsələn, tutalım ki, bir uşağa atası bir küçük alıb gətirir. O isə iPhone gözləyirdi. Mısmırığını sallayır. Ona göndərilənə sevinə bilmir. Ağlında gözləntisi var, o onu kör eləyibdir. Tamamən bu situasiyanı görmür. O küçüğün sevincini də görmür, gözəlliyini də görmür, heç nə görmür. Gözləntilər həyatı görməyə mane olur. Ona görə şərhdə müdriklər deyərlər ki, gözləntiniz olmasın, o zaman görəcəksiniz. Müəllim, onda biz elə bir çətin bir övlad sahibiyiksə, çətin tərbiyə olunur, çətin öyrənir, bizdən maksimum enerji tələb eləyir. Biz o övladın üzərində onda çalışmayaq, işləməyək ondan. Onu çətinliyə salmaq lazımdır. Biz indi valideynlərimiz mümkün qədər uşaqların işlərini o qədər minimallaşdırırlar, yüngülləşdirirlər. Bu yanlış bir şeydir, bundan çıxacaqlar. Bu arada bu da bilik deyil müəllim. Biz indiki valideynlərimiz bunu
öz ata-analarından öyrəniblər. Belə övladlarını əzizləməyi və yaxud da Bu zamanın tələbidir. Əvvəllər məsələ bir yorğan altında 4-5 dənə uşaq yatırdı. Ayaqları belə çıxırdı. O qədər də gözəl idi ki o. İndi deyirlər hər uşağın ayrıca otağı olmalıdır. Ayrıca olmamalıdır. şərait. Varsa, Allah veribsə, atası anası zəngindirsə, olsun. Yoxdursa, bir yorğan altında 5 uşaq yatması da biz ayrı səadətdir. Həyat zəngin və kasıblıq açısından baxılmır. Allahın gözündə başqa cür görünür. Biraz da imkan deyib Allahın gözü ilə baxmaq lazımdır həyata. Uğurlu adam zəngin adamdırmı, vəzifəli adamdırmı, yoxsa sadə bir süpürgəçidirmi, nə bilim, zibil yığandırmı? Buna baxmaq lazımdır. Nə uğurlu adam nədir? Məsələn, bilmirəm, heyvanların gözü ilə baxanda küçükləri sahiblərini həmişə sevirlər. Onların vecinə deyir ki, sən zənginsənmi, uğurlusanmı, uğursuzsanmı, gözəlsənmi, becərsənmi, o səni bütün ürəklə sevir. Həyata münasibətdə də o cür olmaq lazımdır. Ailəyə münasibətdə də o cür olmaq lazımdır. Ay, mənim həyatım çətin çıxıb. Mənim həyatım, məsəl üçün, uşaqlığım nisbətən çətin olubdur. Əvvəllər mən elə bilirdim ki, mən çətin uşaqlıq keçirmişəm. İndi isə baxıram, dünya ən gözəl uşaqlığını keçirmişəm. Mənim yaşadığım o çətinliklər də mənə lazım idi. Onları Allah çox gözəl bir doza ilə ayarlayıb göndərmişdi mənim həyatıma. Belə bir çətinliyim zadımda olmayıb, belə düşünürəm ki. Bu təvəkküldən həmişə himayə olubdur. Həmişə Allah mənə himayə edibdir. Mən bunu necə görməyə bilərəm? Bilirsən, bir adam deyir ki, mən sevgisiz böyümüşəm. Uşaqlara belə şey təlqindir. Deyirəm ki, mən travma. Deyirəm, amma maşallah, böyümüsən, sağ-salamatsan, distrofiya əlamətləri də görmürəm. Demək, yemək də yemisən. Sən tutalım ki, atandan, anandan o qədər sevgi görməmsən. Səni Allah nə qədər sevirsən, onu da hiss eləmirsən. Şükranlıq çox azdır. Şükranlıq duyğusu çox zədələnib indi. Bu sadəcə, bu duyğu, təvəkkül, şükranlıq, bunlar sadəcə dinləmi aşılana bilən din aşılanmır, müdriklüyün tələbidir. Bunun dində o müdriklüyü ifadə eləyir. Dində müdriklükdən başqa olan şeylərin dinə aidiyyatı yoxdur. Din müdriklükdür ki, İnsan Allahdan o biliyi alır, o biliyi əsasında xoşbaxtlığa gedən yolu tapır. Çünki insan yadında qalmır. Bu önəmli şeylər yadından çıxır. Müəllim, bir uşaq məktəbə getməsə, o dediyiniz məcburi təhsil sistemindən keçməsə, sadəcə din tərəfindən tərbiyə olunsa, sizin dediyiniz müdrik insanı yarada bilərik? Din nə deməkdir ki? Yəni, din Molla Qasım da ola bilər, din Şeyx Nizami də ola bilər, başa düşürsünüz, ya Cəlaləddin Rumi də ola bilər. Kimdir o adamın səviyyəsinə boydadır? Önəmli olan budur. Din nə deməkdir ki? Din adı altında hər şey ola bilər. Hər səviyyədə insan ola bilər. Ona görə də bu uşaq təhsil aldı, almadı. Mən bayaqdan onu deyirəm ki, onun təhsil alıb-almaması bilik adamının doğulmasına dəlalət eləmir. Bilik adamı çox gec də başlaya bilər təhsilə, məsələn. Çox gec də başlaya bilər. 10 yaşında da başlaya bilər, 18 yaşında da başlaya bilər. Mən elə adamlar tanıyıram ki, məktəbi qurtarandan sonra başlayıblar oxumağa. Çox böyük kitabxanaları var. Çox böyük elm tanıyır. Özü, məsələn, usta işləyir, ya məsəl üçün sürücü işləyir və axşamlar kitab oxuyur. Həqiqi bilik adamı odur. O kitabların içinə girəndə elə bil məbədə girir. Bu cür oxumaq lazımdır. Zorla müəllimə cavab verim deyə nifrət edirlər uşaqlar fənlərə çoxsu. Müəllimlərə də adekvat münasibət olmur. Mən az qala 40 ilin müəllimiyəm və görürəm ki, uşaqların çoxsunun hörməti yalnız qorxudandır, məndən qiymət alacaq deyə. Deyirəm ki, məsələn, imtahan qutarandan sonra, məndən asılı olmayandan sonra
Siz əgər mənə hörmət eləyəcəksinizsə, bax o həqiqi hörmət olacaq. Küçədə dayanıb deyəcəksinizsə ki, müşüməm, siz mənə dərs demirsiniz, çox sağ olun. Hə, o həqiqi hörmət olacaq. Çünki bu da belə bir sizi elə bir duruma salıblar ki, siz qorxursunuz müəllimdən də. Nifrət də eləyirsiniz, çünki işiniz ondan keçir axı. Sən saxta bir münasibətlərə də soxur adamlar. Müəllimdən qorxulmamalıdır. Yox. Məsələn, mən buna fikir vermişəm. Məsələn, məktəb ideyası indiki institusional məktəbdən daha genişdir. Biz belə məktəb düzəltmişik, müəssisə kimi, direktoru var, tədris hissəsi var falan, öyrədirlər, rəhbərlər var. Müəllimlər də məmur kimi işə alırlar, deyirlər ki, sən bunları öyrədəcəksən. Məktəb ideyası bundan daha genişdir. Məsələn, Platonun akademiyası vardı, məktəbi vardı. Aristotelin məktəbi var idi. Sonra Cəlaləddin Ruminin məktəbi var idi. Siz elə bilirsiniz ki, o məktəblərdə qiymət yazırdılar uşaqlara. Ən dərin məktəblər idi. Kim öyrənirsə, öyrənirdi. Yalnız o uşaq müəllimin düşüncəsicə bilik öyrənibsə, müəllim çıxarardı əynindəki əbasını geyindirərdi ona bir rəmz olaraq. Sən yetişdin və ya bir papağını qoyardı onun başına. Bunu ilə olur. İndi bizimkilər bu puan sistemi düzəltmişik, nə bilim bir setka yaratmışıq orada, qiymətlendirək bunları falan. O qiymət heç uşağa bəlkə də lazım deyil. Bəlkə də lazım deyil. Qiymətlə hər kəs öz qiymətini bilir də. Nə qədər sevinc almısansa bilikdən, o qədər də qiymətin böyükdür. Amma müəllim, valideynlərimizin və bir çox müəllimlərimizin də gözləntisi ölçülə bilən qiymətdir. Ölçülə bilən şeylərdir. Bu da bu dönəmin... Sevgini necə ölçə bilərsən, səadəti necə ölçə bilərsən? 10 ballıqla mı, 100 ballıqla mı, 7 bal səadətim var mənim həyatda. Yoxsa səadət varsa, o həmişə maksimum ballıqdır. Sonsuz, uşaqdan soruşun, anası soruşur ki, mənə nə qədər sevirsən? Deyir, dünyalar qədər. Bax, səadətin ölçüsü odur, sonsuzluq qədər. Bu ölçülə bilən şeylər hansı balaca söhbətlərdir. Bilik də adama elə səadət verməlidir. Ölçülə bilən deyil o. Valideynlər indi sevgi istəmir, müəllim. Müasir dönəmdə çox azı sevgi istəyir. Onlar bilik istəyir, universitetə yüksək balla qəbul istəyirlər. Bir çox müəllimlərimiz də belə var. Sertifikat istəyirlər, bilik istəmirlər. Diplom istəyirlər, bilik istəmirlər. Acayip dünyaya gəldik, çıxdıq. Adamlar diplomu dəyərləndirir, biliyi dəyərləndirmir. Lazım olacaq sənə bilikdir, diplom yox. O diplomla, nə bilim, kabab pişirəndə istifadə edə bilərsən. Onu göstərə bilirlər. Ha, onu göstərə bilirlər, oyunu öyrənə bilirlər. Bəli. Axmaqlıqdır hamısı. Demək ki, biz hədəfimizə çatmamışıq. Biz maariflənmiş insanı yetişdirə bilmirik. Biz diplomlu axmaq yetişdiririk. Müəllim, valideynlərimizin bəzi maddi sıxıntıları olur. Hər uşağımız eyni həyat şəraitində yaşamır. Eyni maddi durumla məktəbə gəlmirlər. Valideynlər uşaqlarına bunu necə izah eləsinlər? Və yaxud da ki, bu məsələ uşaqlarla danışılmalıdırmı? Yəqin ki. Uşaq deyirək ki, niyə mənim dostumda o bahalı qələm qabından var, məndə daha ucuzudur? Bəli, oğlum, qızım, həyat budur. Əvəzində Allah məni sənə veribdir, ata olaraq. Dəyişirsən onun atasına. Onun atası sənə çox zəngin şeylər verəcək, amma mən olmayacam. Sevgi ilə qarşı-qarşıya qoymaq lazımdır uşağı. Uşaq sevgini seçməyə öyrənməlidir. Yoxsa o xəyanət eləyəcək həmişə. Ölçülə bilən şeylərlə ölçülə bilməyən şeyləri qurban verəcək. Uşaq bilməlidir ki, Allah sənə bu ananı veribdir. O necə bənzərsizdir. Başqa ana sənə çox yaxşı oyuncaqlar ala bilər. Amma başqa anadır. Dəyişmək istəyirsən? Deyəcək yox. Əgər o xəstə uşaq döysə, deyəcək yox. Doğru seçimi də edəcək. Bu sənin həyatındır. Bu sənin vətənindir. Sənin vətənindən qat-qat zəngin vətənlər var. Dəyişmək istəyirsən? Amma orada Qarabağ şikəstəsi olmayacaq. Orada sarı gəlin mahnısı olmayacaq. Değiş.
heç nəyə dəyişməz. Ürək seçir ki, mənə Allah nə veribsə o daha yaxşıdır. Ağır dilemmadır. Onu keçməlidir hər bir insan. Amma bunu keçə bilən insan olur da. Artıq xəyanət eləmir. Müşfiq müəllimə bu mövzu ilə bağlı dəyərli fikirlərinə görə təşəkkür eləyirik. Dəvətimizi qəbul etdiyiniz üçün də sizə təşəkkür eləyirik. Sağ ol, xoş. Növbəti buraxılışda görüşənədək.